Cisim A, B, C, D trayektoriyası üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsində neçə dəfə çoxdur? Baxırıq ki, bizdən dəfə olaraq soruşursa, A, B, C, D-nin həm yolunu tapmalıyıq, həmçinin də yer dəyişməsini tapmalıyıq və onların nisbəti bizə cavabı verəcək. Əvvəlcə yer dəyişməni tapsaq, S bərabərdir. Yəni AD üçün hesablasam, əgər bilirik ki, yer dəyişmə başlanğıc və hərəkətin başlanğıc və son nöqtələrini birləşdirən düz xətt parçasıdır. İstiqamətlənmiş düz xətt parçasıdır. Əgər A ilə D-nin başlanğıc və son nöqtələri birləşdirsək, bilirik ki, burada xüsusi bir üçbucaq, düzbucaqlı üçbucaq alınır ki, bunların qiymətlərini biz təyin edə bilirik. Misal üçün, aşağıda alınan üçbucağın aşağısında alınan katetin qiymətini bilirik. Yuxarıdakı B-si aşağıdakı ilə eyni qiymət olacaq. Və həmçinin də AB sağdakindən eyni qiymət olacaq. Yəni 5 metr olacaq. Yuxarıda da 3 metrdir. Bu katetin ümumilikdə uzunluğu 8 metr olur. Digər katetimiz isə 6 metr olacaq. Və bu zaman biz yer dəyişməni hesablamaq üçün Pifaqor teoremindən istifadə edəcəyik. Yəni kök altda 6-nın kvadratı üstə gəlsin 8-in kvadratı bərabərdir 36 üstə gəlinsin 64 bərabərdir kök altda 100, o da bərabərdir 10 metr. Tapdıq. Əgər bizdən yolu da soruşursa, yol bilirik ki, hərəkət zamanı cızılan xətt üzrə bütün nöqtələri toplayacaq, yəni bütün kəmiyyətləri toplayacaq və bu zaman alınan cavabımız yolu göstərəcək. 5, 6 və 3. Onları birlikdə toplasaq, L bərabərdir 5 üstəgəl 6 üstəgəl 3 bərabərdir 14 metr. Bunu da tapdıq. Yolumuz oldu 14 metr. Bu yol, bu yer dəyişmə. Bizdən isə soruşur ki, yol yer dəyişmədən neçə dəfə çoxdur. Bu zaman nisbəti tapmalıyıq. L böl S bərabərdir 14 bölünsün 10, o da bərabərdir 1/4 dəfə. Cavabımız olacaq C variantı.